Butqavın eni neçə metrdir? 4 metr. 4 metr bir zərgə düzə bilərsən. 4 metr yarım olsa yarım metrdə olanı aparıb tullayacağım. Aydın oldu sənə. Bax hamının yanında deyirəm. Sonra incimə məndən. Eləməyin də buranı təmiz saxlayın da. Arkaya da polka. Niyə bu vəziyyətlərə salırsan? Bunları aç. Bunları elə bağlamısan ki. Elə bir qaçacaq. Buradan nə piyada keçə bilir, nə uşaq keçə bilir, nə kaleska ilə keçmə imkan var. Nə balaca keçir, nə böyük keçir. Olmaz axı bu nədir? Bu nədir? Təcili sürətdə gedir. Təcili. Bax indi sən onu götür, onun altına fikir ver, gör bu parkı nə günə qoyursan. Niyə belə eləyirsən ki? Yəni məqsədi nədir? Sumqayıtda küçə ticarətinə qarşı reyd keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin, Memarlıq və Şəhərsalma İdarəsinin, Bələdiyyənin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları şəhərin 20 yanvar və Nəriman Nərimanov küçələrində qanunsuz küçə ticarəti ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib, etdikləri əməlin qanuna zidd olduğunu bildiriblər. Kalbasa məhsulları hamısı qaldırımda olmalı, vitrində olmalıdır, üstü yerdə olmalıdır. Bunların hamısı açıq şəkildə, buna bax. 5 dərəcədə qalmalı. Sizə bu niyə belə eləyirsiniz? Bu nədir sizin məqsədiniz? Yox, bu nə deməkdir? Bir dənə başsa bu alverdi. Bu nədir? Utqan var, xeyirli olsun. İçini eləmişsən zibilxana. Bax da, bax qardaş, baxın da, ayda mən yalan danışıram, siz məni təsdiqləyin. İçin zibilxanadır. Çıxar. Diqqətə çatdıraq ki, Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt şəhər İcra Hakimiyyəti və aidiyyatı qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətinə mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan sahibkarlarla izahat xarakterli söhbətlər aparılır. Yalnız xüsusi ayrılmış yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılır. Şəmsdən Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.